xalçaçılıq sənəti, bədii sənətkarlığımızın ən populyar forması, xalqımızın milli kimliyinin daşıyıcısıdır. Min illərdir xalqımızın güzəranı, ənənələri ilə bağlı olan xalçaçılıq sənəti həyatımızı bayram əhvalında saxlayan rənglərdən yaranır. Anaların gözlərinin nuru ilə, ilmə-ilmə naxışlarla əlvan xalçalar toxunur. Azərbaycan xalçaları, əsirlərin yadigarı. Sizi maraqlı şərq nağılı dünyasına səyahət etməyə dəvət edilir. Mayın 5-i ölkəmizdə xalçacı günü, peşə bayramı qeyd olunur. Bir cəlal, bir gəncin manifesti. İtə ataram ya da satmaram. Satmaram ya İngilizce, yok satmaram, tartaram ya da satmaram. Koroğlu dastanında verilmiş bir nümunəyə diqqət edək. Bu kağıdık kazanmayı bereket. Seni gitme buraya ibayete. Evet dedi babamızda milyarda bunu bakar. Özcanınız bağısına buyurdunuz. Esası omuz gitti esası. Azerbaycan.